Salam, hər vaxtınız xeyir olsun. Bu dəfə sizlərlə qat-qatlı kete resepti bölüşürəm. Üzəri xırçıltılı, içərisi yumşaq, çox ləzzətli olur. Videoda da görünür necə gözəl olduğu, qatladır tək-tək bilinir. Keçək hazırlanma qaydasına. Xəmiri yoğuracağımız qabın içərisinə 3 stəkan un əlavə edirəm. Üzərindən çay qaşığının ucunda duz və 1 paket qabartma tozu əlavə edib qarışdırıram. Qabartma tozu əvəzinə 1 çay qaşığı soda əlavə edə bilərsiniz. Qarışdırdıqdan sonra soyuq çərə yağını rəndədən keçirirəm və üzərinə əlavə edib umaç hazırlayıram. Fikir verin ki, yağınız mütləq soyuq olsun, yəni soyucudan yeni çıxarılmış buz kimi olmalıdır. Umacımızı hazırlayırıq gördüyünüz şəkildə. Və umacımız hazırdır. Belə sıxanda açılmırsa deməli hazır olur. Üzərinə yenə də soyuq halda xam əlavə edirəm və qarışdırıram. Biraz qarışdırdıqdan sonra isə əlimlə xəmir hazırlayıram. Çox bulka xəmiri kimi yoğurmağa ehtiyac yoxdur. Əlimizlə toparlayırıq. Siz isə bir neçə saniyənizi ayırıb videomu bəyənin. Hələ də abunə deyilsinizsə, kanalımı izləyirsinizsə, abunə olun, videolarımı paylaşın. Dəstək olan hər kəsə indidən təşəkkür edirəm. Gördüyünüz kimi xəmirimiz artıq hazırdır. Dəzgaha biraz un səpirəm. Xəmiri dəzgaha qoyuram və uzunsov forma verirəm. Forma verdiyim xəmiri 8 bərabər hissəyə bölürəm. Təxmini 100 qramlıq kündələr hazırlayıram. Və əlimlə yuvarlaq forma verib, un səpdiyim qabın içərisinə yığıb üzərini örtürəm. Soyuducuda yarım saat və yaxud da 20 dəqiqə ərzində saxlayırıq, amma buzluğa qoymuruq. İndi isə içliyi hazırlayıram. İçliyi üçün şəkər tozu, un və vanilli yağ ilə qarışdırıb umaç hazırlayıram. İçliyi üçün istifadə etdiyiniz yağın otaq temperaturunda olub-olmamağının heç bir önəmi yoxdur. Bu şəkildə hazırlayırıq və hələlik qoyuruq bir kənara. Və hazırladığımız kündələri bir-bir yaymağa başlayırıq. Çalışıram yayarkən düzbucaqlı formasında olsun. Altına və üzərinə ehtiyac olduqda biraz un səpərək yayıram. Gördüyünüz kimi yaydım. Bu şəkildə kənar hissələrini kəsib çıxardım. Soba listinə biraz suru yağ əlavə edib yaydığımız xəmiri soba listinə qoyuram və üzərinə içlikdən gözəyarı şəkildə əlavə edirəm. Bərabər şəkildə yayıram. Soba listi olmasa düzbucaqlı formasında hər hansı bir podnosun da üzərinə qoya bilərsiniz. Mən soba listində hazırlamaq istədim. Digər kündələr də eyni şəkildə yayıb, bir-birinin üzərinə yerləşdirib və hər kündəni qoyduqdan sonra isə, daha doğrusu hər yuxanı qoyduqdan sonra içlikdən biraz əlavə edib, gözəyarı şəkildə bərabər yayırıq. İçlikdən əlavə etməmişdən öncə çalışaq bir xörək qaşığı götürüb kənara qoyuruq ki, üzərinə səpmək üçün. Bu şəkildə əlimizlə hamarlayırıq və sonuncu qatı qoyuram. 8 qatı yaymaq gözünüzdə qorxutmasın. Çox rahat yayılır. Xəmir çox tez bir zamanda yayılır. Çalışın ölçünü biraz düzgün götürəsiniz və hamısını bərabər yayasınız. Mən biraz bu xəmiri kiçik yaymışam və əlimlə yayıb toparladım. Bıçaq vasitəsilə əvvəlcə 2 hissəyə və ayırdığım 2 hissələri də hər birini 2 hissəyə bölüb ümumilikdə 4 uzunsov forma alıram və bu yaydığım formalarda istədiyiniz formada, istədiyiniz ölçüdə kəsib, qabdan çıxarıb, başqa bir soba listinə aralıqlı şəkildə yığıram. Məndə bu reseptlə 2 soba qabı kətə alındı. Çox doyumlu, bərəkətli və çox ləzzətli oldu. Əvvəlcə elə bildim az olacaq. Amma çox bərəkətli bir şirniyyatdır. Üstəlik hər kəs çox sevdi. Siz də mütləq bu şirniyyatı hazırlamalısınız. Bu şəkildə
Yığdıqdan sonra üzərinə yumurta sarısı və sütü qarışdırıb çəkirəm. Sobanı öncədən 170 dərəcədə isidirik və üzərinə saxladığımız ovun tutanda biraz səpirik və sobaya göndəririk. Budur, artıq çetələrimiz bişdi. Çox gözəl qoxusu var. Dadı da çox gözəl idi. Hər kəs çox bəyəndi. Siz də mütləq hazırlayın. Dadı damağınızda qalacaq. Videomu sonradan izlədiyinizə görə təşəkkür edirəm. Tam soyuduqdan sonra kətələri kəsib nuş edə bilərsiniz. Yeni videolarımda görüşmək diləyilə. Məndən istədiyiniz hansı bir resept olsa, şərh bölməsində yaza bilərsiniz.